Bu ne deyir Trump'ın qardaş ölkədə Pakistandan Bakıya ağır zərbə Vardaniyadan görə buna mən bilmirəm Pakistan. Başa düşün, qardaş ölkə Pakistandan Bakıya ağır zərbə, İsraildən ağır zərbə, Pakistandan ağır zərbə, Türkiyədən ağır zərbə. Yüngül zərbə hardan gəlir? Xəbəriniz var xəbərdən? Allah sizə rəsmən göstərim mən xəbəri. Görün burada sizə rəsmən göstərmək istəyirəm. Rəsmən. İndi birazdan çalışacağım, bu danışdığım telefondadır. Birbaşa Lavrovun mavini, baba burada yazmışam bura. Deməli, baxın, göstərə bilərəm ha bunu burada. Danışdığım telefonda efirin sonunda TikTok tez bağlayıb göstərərəm. Rusiya, Azərbaycan da paylaşıb artıq. Rusiya Ermənistanla gizli danışığa gedib. Və gizli danışığını, hətta gizli danışığı Rusiya Xarici İşlər Nazirinin mavini Aleksandr Pankin də açıb MDB toplantısında deyibdi. Siz niyə görə Qarabağ probleminə Qərbdən kömək istəyirsiniz? Niyə görə Qərbdən kömək istəyirsiniz Qarabağa görə, Qarabağ probleminə görə, Qarabağa qayıdışa görə? Gəlin deyir, birbaşa siz bizdən danışın, bizdən razılaşın, Qarabağı alaq verək sizə. Birbaşa Aleksandr Pankin deyibdi. MDB təhlükəsizlik konferansında deyib. Baxın ha, Qarabağ. Paşinyan demək, bitirlə Paşinyan desə ki, Putin, mən sənlə razılaşdım, Qarabağ da gedir, ətrafı da gedir. Nə olacaqsın nədir o, ali başınız? Belə bir abırçılıq olmaz axı, belə abırsızlıq olmaz axı. Deməli, dostlar, dəyərli həmvətənlərim,